Bakının tam mərkəzində premium binada premium mənzil. Qış parkının düz yanında 17 mərtəbəli binanın 5-ci mərtəbəsində 160 kvadrat modern üslubda təmir olunmuş mənzilimiz satışa çıxdı. Evin reklamlarına baxın, sonra videomuzu davam edək. Bu möhtəşəm mənzilin reklamlarına baxdınız. Gəlin sizə proyekti izah edeyim. Sonra qaydağın materiallardan danışacağım sizə. Giriş qapımız, ümumi sanitar qovşağı, qonaq otağı, arası tam açıqdır. Tavan hündürlüyü 3 metr yarım. Mətbəx, bir yataq otağı, əsas yataq otağı, daxilində sanitar qovşağı və bir yataq otağımız da buradadır. Pol hissəsi, lazer kəsim qranitlər, pollar isti pol. Evdə işlənən bütün materiallar hamısı bahalı brend markalara məxsusdur. Yəni bunları da adlarını çəkməyəcəm. Gəlib baxdığınız zaman ev sahibi hamısı sizə bir-bir izah eləyəcək. Mən təmirdən danışım sizə, keyfiyyətdən danışım, harada nə yerləşir, onu izah edeyim sizə. Giriş qapısı, girən kimi sağ tərəfdə qramofon sistemi yığılıb, oturub belə bir ayaqqabıların soyunmağa yer, asılqanlar, parça işləmələr. Patlok işləmələrimiz də var, led işıqlar və lüstrlar. Tam modern üslub nədir? Gənc ailələr üçün, modern üslubu sevənlər üçün videoya axıra kimi baxın, sonunda qiymətlə deyiləcək. Qış parkının yanında möhtəşəm bir premium binadadır bu mənzil. Altdakı nömrələrlə əlaqə saxlayın, kim baxmaq istəsə və belə mənzillər görmək istəsə, kanalımıza da abunə olub, mənzil barədə fikir bildirməyi unutmayın. Əsas sanitar qovşağımız buradadır. Üzbəüz belə bir açarlığımız yanır. Boy, güzgü və membran işləmələrdir, mebel işləmələri. Burada da oturub yenə ayaqqabılarını soyunmağa yer var. Xol hissəsi, ikinci hissə. Burada da yenə də qardrob mebelimiz yanıb və lazer kəsim qranitlər tam boy xol hissəsinin axırına kimi davam edir. Burada da əlavə led işıqlar və lüstr işləmələrdən istifadə olunub. Qonaq otağımızda eyni teksturada, eyni qranitlərlə bəzədilib və ev ümumilikdə isti poldur. Və göstərdiyim kimi də gəlin mənzilimizi gəzəyin, xol hissəsindən çox danışdım sizə. Ümumi sanitar qovşağımız, gəlin bunu sizə mən yaxından göstərim. Fərqli bahalı qranitlərdən istifadə olunub, gözəl teksturaları var. Sol tərəfdə geniş duş qabımız qalıb, divar içi duş aksesuarlarından istifadə olunub. Tam aydın şəkildə göstərim sizə. Patlok işləmələrimiz, daxma tavan və spotlardan istifadə olunub, üzbəüz moydadır. İşıqlı güzgü, qurutusu və divar içi unitazdan istifadə olunub. Qranitlərin rəng tonları möhtəşəmdir. Havalandırma sisteminə kimi bahalı, keyfiyyətli, ideal şəkildə hamısı düzgün, səliqəli quraşdırılıb. Qonaq otağı, qeyd etdiyim kimi başda videoda da xol hissəsindəki lazer kəsim qranitlərdir. Əla teksturada, sadə, boz və xırda naxışlarla gözəl bir qranitlərdən istifadə olunub. Buranda polları isti pol, yumşaq dəstlər. Evin proyekti ümumiyyətlə möhtəşəmdir. Yumşaq dəstlər belə qoyulub, xalçasına kimi, jurnalinə kimi üzbəüz ən son model Samsung markalı televizordan istifadə olunub. Bir barmaq naziliyindən də nazikdir. Ən çox, belə deyim, bunlar hamısı sərgi mallarıdır. Xüsusi bu ev üçün gətirilib bura qoyulub, Samsung markasının ən son modelidir. Patlok işləməyimizdə var. Lüstr yerində led işıqlar və modern tərzə uyğun spotlardan istifadə olunub. 6 nəfərlik gözəl bir masamız var. Pərdələr tam asılı vəziyyətdə və qarşısında loj balkon. Belə, burada da aksesuarlar üçün belə bir şkafımız yığılıb. Bütün otaqlarda hamısında qri kondisionerlərimiz var. Qonaq otağından sizə bu qədər. Gəlin davam eləyək gəzər mənzilimizi. Mətbəxə daxil olaq.
Bahalı keyfiyyətli qapılardan istifadə olunub, maqnit ruçkalardan hamısı maşın kraskası ilə işlənmiş qapılardır. Gözəl bir mətbəximiz qalıb, kifayət qədər geniş, dizayn möhtəşəm. Bütün otaqlar da hamısı yenində orijinal, yəni bildiyiniz modern üslub nədirsə bu evdə tətbiq olunub. Fotoqraf işləmlərimiz də var. Deməli, LED işıq, gözəl spotlar, xırda spotlardan istifadə olunub və lüstr tam aslı vəziyyətdə. Kri kondisionerimiz yenə də burada 4 nəfərlik belə bir yarı oval masamız yanıb, üstü qranitdir və mətbəx mebeli tam boy tavan hündürlüyünə kimi yığılıb, üstü tökmə mərmər, eyni daşdan istifadə olunub. Sinirliyi də eyni daşdır, mərmərdən. Belə bir gözəl bir moydadırımız yanıb burada. Qaz peçi, aspirator, sənədlərimiz çıxarışdır evdə. Deməli, bina tam çıxarışlıdır, bu evində çıxarışı var və bu tavoy texnikadan danışımsa, burada yerləşir Bosch markalı qab yuyan, Hotpoint markalı böyük ölçülü paltar yuyan, Bosch markalı sobalardan istifadə olunub, yəni bunları bağlayaq və gizli soyucudan istifadə olunub. Belə bir burada geniş, böyük ölçülü soyucumuz var. Mətbəx mebeldə, yenə də deyim, maşın kraskası ilə işlənmiş, bahalı keyfiyyətli materiallarla işlənib. Buranın da polları xol hissəsindəki lazer kəsim qranitlərdən istifadə olunub, buranın da polları isti pol. Belə bir gözəl mətbəximiz var. Gəlin davam edək gəzər mənzilimizi. Əsas yataq otağı, bahalı keyfiyyətli parket növündən istifadə olunub, otaqlar hamısı parketdir. Yumşaq dəstlər tam yığılıb, arxası parça işləmələr, taxt üstü buralardan istifadə olunub, tumbalar və taxtı işləmələrdir. Patlok işləmlərimiz də var. Lüstr, yenə LED işıqlar və spotlardan istifadə olunub, yenə modern üslub bütün otaqlarda, yəni təmir özünü qoruyub. Belə bir make-up'ımız yanıb burada. Yenə də tavan hündürlüyünə kimi boy güzgüdən istifadə olunub. Kri kondisionerlərimiz öz yerində və qarşısında loj balkon, yəni fransız balkon deyirlər bunlara, balaca balkonlardır. Bütün otaqlarda hamısında balkonlar var və yataq otağının bu hissəsi tam boy tavan hündürlüyünə kimi qardırob mebelimiz yığılıb. Hər şey düzgün, mebel rəngləri bir-birini tamamlayır. Məsəl üçün yataq otağındakı çarpayların rəngi ilə pərdələrimizin rəngi hamısı dizaynerlər eyni cür fikirləşiblər. Şəxsi təmirdir, müəyyən səbəblərə görə, xeyir iş səbəblərə görə mənzil satılır və bir gündə belə olsun, yenə də qeyd edirəm, mənzildə yaşayış olmayıb. Taxtla üzbəüz gözəl twistentimiz yığılıb, yenə də taxtı işləmələr, elektrik qutuları hamısı düzgün quraşdırılıb və bu yataq otağında, əsas yataq otağına aid olan sanitar qovşağı. Bunu da yaxından göstərim sizə. Daxil olan kimi, yenə də burada fərqli teksturada möhtəşəm qranitlərdən istifadə olunub. Çox geniş qalıb bu sanitar qovşağı, üzbəüz moydadır. İşıqlı güzgümüz, sağ tərəfdə qurutusu, tavan hündürlüyü möhtəşəmdir. 3 metr yarım qalıb burada tavan hündürlüyü və divar içi unitazdan istifadə olunub. İşlənən bütün aksesuarlar və texnika nə görürsə hamısı markadır, hamısının adları bir-bir çəkilə bilər. Gəlib ev sahibi tərəfindən göstəriləcək, hamısı bir-bir adları sizə deyiləcək və duş kabin hissə çox genişdir və burada duş kabin hissə qalıb. Yenə də fərqli teksturada möhtəşəm qranitlərdən istifadə olunub. Divar içi duş aksesuarlarından istifadə olunub. Havalandırma sistemi də öz yerində. İkinci yataq otağımız. Pollar yenə də bahalı keyfiyyətli parket növündən istifadə olunub. Yumşaq dəstlər tam yığılıb, arxası parça işləmələr, membran işləmələr, taxt üstü buralar, kri kondisionerlərimiz yenə də öz yerində, qarşısında yenə də loj balkon, istilik sistemimiz kombidir. Otaqlar deməli kombi radiatorlardan istifadə olunub, qalan kol hissəsi, sanitar qovşaqları, mətbəx və qonaq otağı hamısı isti poldur. Yenə də twistentin yeri möhtəşəm yığılıb burada. Bu tərəfdən göstərə zəhmət olmasa. Rəng tonları yenə də gördüyünüz kimi
çarpayının rəngləri ilə pərdələrin rəngləri hamısı bir-birini tamamlayır, möhtəşəm görsənir. Yəni dizaynerlər hər bir detalı, xırda detalı burada fikirləşiblər. Və belə bir qardırob mebelimiz yığılıb, yenə tavan hündürlüyünə kimi patok işləməmizdə var. Yenə fərqli lüstr, gözəl LED işıqlarımız və spotlardan istifadə olunub və qaldı 3-cü otağımız. Ev sahibi dedi, bu otağı boş saxladım. Nəyə görə boş saxladım? Buranı iş otağı kimi və yaxud evdə körpü uşaq varsa, özləri kim alırsa, buranı özü uşaq otağı kimi buranı dizayn eləyə bilər. Ona görə buranı boş saxlayıb, özü üçün də onu fikirləşmişdi və müəyyən səbəblərə görə, xeyir işə görə bu mənzil satılır. Yenə burada buralar patlok işləməmizdə var. Fərqli lüstr, LED işıqlar və spotlar, gri kondisionerlər yenə də öz yerində, loj balkon qarşısında. Buradan böyük eyvanımıza da çıxış var və belə. Bu mənzil yerləşir Quş Parkının yanında, Bakının tam mərkəzində. Buradan Targoviya gəzmək istəsəz, piyada getmək istəsəz, yaxın məsafələrdir. Bulvara çıxmaq istəsəz, yaxın məsafələrdir. Şəhərin tam mərkəzidir. Dram teatrı, Nizami metrosu şəhərin tam mərkəzində. 17 mərtəbəli gözəl bir kompleksin 5-ci mərtəbəsində 160 kvadrat 4 otaq modern üsulda təmir olunmuş mənzil təqdim elədim sizə. Belə gözəl mənzillər görmək istəsə, yenə də deyirəm, kanalımıza abunə olun. Ancaq belə gözəl mənzillər təqdim olunur və bu mənzilin qiyməti barədə məlumat verim sizə. Bu mənzil start olaraq 790 min manata təklif olunur. Real alıcılar əlbəttə ki, indirim var. Gəlin burada sizinlə ev sahibilə görüşdürüm, qiymət barədə söhbət eləyəyin və belə növbəti çəkişlərdə görüşərik. Sağ olun.